Yoruldum bu işdən. Haçana kimi belə olar? Ay Hilal, nə oldu yenə? Düz demirəm, qardaşımsan, sən yorulmamısan. Belə həyat Sən olar. kimə şikayət edirsən? Evdəkilər deyir də bizə gedin bir oxuyun, sənət yiyəsi olun, idmanla məşğul olun. Dedik gic-gic ondan bundan tində pul alırdıq. Nə oldu axı? Nə danışırsan? Nəsən, kim mənim əlimdən tutub düzgün yol göstərdi? Kim mənə dedi gəl bu işlə məşğul ol, mən gəlib məşğul olmadım. Sənin əlindən tutub aparan lazımdır. Zürafə boydasan, gedib bir basketbol azadla məşğul olardın. Bütün dünya bəlkə də tanıyırdı səni. Nə gic-gic danışırsan? Nəsən, bizim vaxtımızda basketbol üçün şərait var idi. O düz deyirsən. İndikilər deyə bəxtəri gətirib. Məhəllədə uyğun yer oldu, şəklini çəkirlər, göndərirlər. Azərlotereya ilə sabah basketbol klubu gəlir təzə səbət qoyur. Allah nə danışırsan, elə şey var. Bəs nə? Fevralın 27-si 17:00-da Əl Oyunları Sarayında hələ tədbir var. Bir nəfərdə 5555 manat pul dacaq. Nə zor vaxta düşüblər alavlar. Neysə, brat, işimizi görək. Planı dolduraq. Düz deyirsən, pulumuzu qazanaq.